Aşıqlar Birliyinin üzvü Aşıq Avdi efirdə səsləndirilən bəzi saz ifalarına kəskin etiraz edib və Ceyhun Sazmenə sərt ismarıc göndərib. Milli Azın məlumatına görə o bildirib ki, dingili havalarının səsləndirilməsi və qarşısında rəqs edilməsinin sənət adına yaraşdırmadığını düşünür və belə səhnələrin televiziyalarda nümayiş olunmasına qadağa qoymalı olduğunu vurğulayıb. Aşıq Avdi qeyd edib ki, sənətin layiqincə qorunması üçün hər kəs məsuliyyət daşıyır. Bəs biz sənətimizi qoruyuruq. Amma tək əldən səs çıxmaz. Bu məsələlərə Məhərrəm müəllim müdaxilə etməlidir. Axı o bizim ağsaqqalımızdır. O efirdə hər gün kimisə tənqid etməyin də doğru olmadığını, bunun narazılıq yaradacağını bildirib. Nəyinsə xətrinə sənəti qurban vermək olmaz. Saz ifaçılarının çoxu Aşıq Birliyinin üzvü deyil. Bu cür musiqiləri ifa edib qarşılarında rəqs etdirirlər. Verilişlərdə onlara qadağa qoyulmalıdır. Aşıq Avdi əlavə edib ki, məsələyə müdaxilə etmək səlahiyyəti məhduddur və buna görə də tənqidlərinin bəzən yanlış anlaşılmasından ehtiyat edir. Çox danışsam deyəcəklər cəmaatı bezdirdim. Bunun qarşısını mən ala bilmərəm. Açıqlama sosial şəbəkələrdə geniş müzakirə doğurub.